Salam, yeni bir videoya xoş gəlibsiz. Bugünkü videomda T-Launcher-da nətər çox oyunculu bir şəkildə oynaya bilərik. Yəni ki, çox oyunculu dediyim, yəni dostlarımızla və yaxud da xaricdə olan dostlarımızla, məsələn, Türkiyə, Azərbaycan, Rusiya, Azərbaycan kimi və s. belə ssenariyolarda nətər Minecraft-da birlikdə oynaya bilərik, bunu sizlərə göstərəcəm. İndi isə videomuza keçiş eləyək. T-Launcher-ı nətər yükləyə bilərik deyə soruşarsanız, indi bu dəqiqə sağ üstdə kartlar bölümündə T-Launcher-ı necə yükləyə bilərik deyə bir dənə videom var. Oradan T-Launcher-ı yükləyib bu videoya davam eləyə bilərsiniz. T-Launcher-ı yüklədikdən sonra, yəni Minecraft-ımızı yüklədikdən sonra bizə bir dənə server lazımdır. Bunu nətər həll eləyirik? Havayı bir şəkildə Ethernosdan istifadə eləyərəkdən Google axtarış bölümünə Ethernos yazırıq və qarşımıza çıxan ilk sayta daxil oluruq. Sayta daxil olduğumuz vaxtda buradan oyna hissəsi var. Bura bir dənə klikləyirik və buradan bir dənə hesab oluşdururuq. Buradan kayıt ol hissəsinə keçərəkdən Gmail istəmədən, yəni Gmaildən istifadə eləməyərəkdən buradan hesab oluşdura bilirik. Mən bir dənə hesab oluşdurum. Burada bir dənə username oluşturaraqdan və buradakı sözləşməni qəbul eləyərəkdən davam eləyirəm. Bir dənə də şifrə oluşturmamı istəyir. Buradan bir dənə şifrə oluşturum. Burada gördüyünüz kimi bizdən Gmail istəmədən hesabımızı oluştura bilirik. Yəni isteğə bağlı olaraqdan burada variant qoyublar. Mən burada Gmaildən istifadə eləməyərəkdən hesabımı oluşdururam. Artıq gördüyünüz kimi buradan hesabımızı oluşturduq. Buradan bir dənə sunucu oluştur hissəsinə klikləyərəkdən burada domain hissəmizi, yəni ki, giriş eləyəcəyimiz vaxtı, serverə bağlanacağımız vaxtı hansı uzantıdan istifadə eləyəcəyimizi buradan bəlirləyirik. Mən burada bu qalmasını və yaxud da burada istədiyimiz kimi dəyişdirə bilərik. Məsələn, bura 41-21-i də əlavə elədim ki, rahat bir şəkildə oluşturulsun. Buradan oluştura bir kərə klikləyərəkdən gördüyünüz kimi artıq serverimiz hazırdır. Sunucumuzu oluşturdu. Buradan sunucular hissəsinə daxil oluram yenidən. Burada 2 dənə variant çıxdı. Mən buradan 41-21 hissəsinə daxil oluram və artıq serverimizin içərisinə daxil olduq. Buradan sunucu hissəsinə daxil oluram. Yəni təzədən reset atıram. Bu hissəyə daxil olduğumuz vaxt, yəni serverə daxil olduğumuz vaxtı biraz aşağı gəlirik və burada gördüyünüz kimi vanilla hissəsi var. Yəni ki, proqram hissəsi var. Buradan vanilla hissəsini dəyişdirə bilərik. Və yaxud da vanilla olaraqdan qala bilər, heç bir problem yoxdur. Buradan proqram içərisinə daxil olaraqdan sürümləri də bəlirləyə bilirik. Və yaxud da eyni şəkildə proqram hissəsinin də altında versiyamız, yəni ki, T-Launcher versiyası burada gördüyünüz kimi. Yəni ki, bu versiyanı bəlirləyirik T-Launcher-da ki, buradan seçdiyimiz versiyanı buradan yükləyib serverə bağlantı qura bilək. Mən buradan dəyişdir deyirəm və 1.16.5-i buradan seçirəm. Buradan yenidən yüklə deyirəm, qəbul eləyirəm. Gördüyünüz kimi artıq 1.16.5 hazırdır və buradan da gördüyünüz kimi sürüm hissəsində 1.16.5 olaraqdan dəyişdirildi. Buradan ayarlar hissəsindən də bəzi dəyişikliklərimizi yenidən eləyə bilirik. Yəni domain uzantımızı dəyişdirə bilirik. Serverə qatıldığımız vaxtı ki, burada gördüyünüz kimi welcome hissəsi var, bunu da dəyişdirə bilirik. Burada oyunçularımızı limitləyə bilirik. Yəni neçə nəfər serverə daxil ola bilər, bunu bəlirləyə bilirik. Buradan çətinliyi seçə bilirik və digər ayarlamaları da buradan eləyə bilirik. Burada bir dənə nüans var, yəni ki, serverə bağlanma üçün. Bildiyiniz kimi T-Launcher crackli bir proqramdır, yəni orijinal Minecraft deyildir. Yəni ki, T-Launcher-la server arasında bağlantı qurma, yəni ki, qoşulma istədiyimiz vaxtı burada gördüyünüz kimi korsan orijinal olmayan versiya hissəsi var, yəni tik hissəsi var. Buradan bizdə, yəni T-Launcher-dan istifadə elədiyimizdən ötəri buradan bu hissəni seçirik ki, biz T-Launcher-la server arasında əlaqəmizi yaradıb oyunumuza daxil ola bilək. Əsas burada ayarlar hissəsindən bunu eləməliyik. Buradan təzədən sunucu hissəsinə daxil oluram. Yəni ki, əsas nüans burada ayarlar hissəsindən crack hissəsini, yəni crackli oyunlar da buna daxil ola bilsin deyə bu hissəni açıq tuturuq. Buranı açdıqdan sonra təzədən sunucu hissəsinə daxil ola bilərik. Buradan hər bir ayarımızı elədik, buradan versiyamızı seçdik və ayarlar hissəsindən T-Launcher-ın girə bilməsi üçün ayarımızı aktiv elədik. Artıq oyunumuza daxil olmaq üçün buradan başlat hissəsinə klikləyirik. Sözləşməni qəbul eləyirik. Burada təzədən tamam deyirik. Buranı bloklaya bilərik, heç bir problem yoxdur. Əgər ki, ilk dəfə saytda oyunumuzu, yəni serverı başladırıqsa, bu gecikmə halı normaldır. Biraz gözləyəcəyik. Əgər sıra varsa, sıranı da gözləməliyik. Artıq serverimiz açıldı. Buradan bağlan hissəsindən IP-mizi kopyalayırıq və yaxud da dinamik IP-yi buradan kopyalayırıq. Tamam deyirik və Minecraft-ımıza giriş eləyirik. Yəni T-Launcher hissəsindən də Optifine 1.16.5-i seçib oyunumuza daxil oluruq. Oyunumuza daxil olduq. Burada multiplayer hissəsinə daxil oluruq və buradan add server hissəsinə giriş eləyirik. Buradan server name hissəsinə istədiyimiz adı verə bilərik. Bunun bir fərqi yoxdur. Əsas məsələ server adres hissəsidir. Burada gördüyünüz kimi sayt içərisində bağlan hissəsi var idi və buradan dynamic IP-ni kopyalamışdıq. Təzədən kopyalayıram və bu hissəyə həmin o IP-yi
yapışdırıram və don edirəm. Yəni ki, giriş eləyirik. Gördüyünüz kimi əlavə elədik. Artıq serverımıza giriş eləyə bilərik rahatlıqla. Buradan başladıram. Gördüyünüz kimi artıq servera bağlantımızı qura bildik. Oyunumuza daxil olduq. Buradan F3 hissəsindən də FPS dəyərlərimizi və Vanilla server gördüyünüz kimi sol üstə yazılıb. Orada bir dənə zoom ataram mən. Oyunumuza rahatlıqla giriş eləyə bildik. Bu qədər sadə idi. Alt taba bastığımız vaxtda isə buradan veb sayta gəldiyimiz vaxtda isə giriş elədiyimi buradan görə bilirəm. RAM isə 2.4 GB istifadə edir. 20%-dən istifadə edir. Server rahatlıqla oyunumuzu oynaya bilərik. Bu videomuz bu qədər idi. Bu videoyu izlədiyiniz üçün təşəkkür edirəm. Video ilə bağlı bir əgər ki probleminiz varsa kommentlər hissəsinə yaza bilərsiniz. Probleminizi rahatlıqla həll eləyə bilərik. Yəni o qədər də çətin bir şey yoxdur video içərisində. Rahatlıqla serveri qura bilərsiniz. Videomu bəyəndinizsə like, bəyənmədinizsə dislike eləyərək də və kanala abunə olaraq da mənə dəstək vermiş olarsınız. Digər videolarda görüşmək üzrə.